Keçmiş məcburi köçkün deməli 32 ildir bir vətəndaşın evində yaşayır. Mən bu materialı tamlığı ilə izləmişəm. Reyhan Səlimovanın. Və nə baş verir? İndi də həmin o keçmiş məcburi köçkün o evdən çıxmaq istəmir. Çox biabırçı görüntülər var. Biabırçı nə mənada? Yəni mən nə edeyim? Nə boyda külfətliyik, bu yox, o yox. Yəni biraz insan təşəkkür eləməyə bacarar. Baxmayaraq mən də həmin bölgədənəm, amma utandım. Bu kadrları görəndə utandım mən. Deməli, Reyhan adlı bir qadın gənc yaşlarında həyat yoldaşından mənzil alırlar. Sonra bu 93-cü il hadisələri düşür ortaya. Sonra gəlib görürlər ki, Zəngilandan bir ailə məskunlaşıb bu insanların evində. Deməli, ev sahibi, baxın, ekranda görürsünüz. Ev sahibi o başında yaylıq olan qadındır, belə məsum sifəti var. O digər qadın isə onun evinə girmiş qadın, da belə deyək, onun evini əlindən almış qadındır. İndi amma davranışda vəziyyət elədi ki, ev sahibi elə bil odur, bu onun evində qalır. Ən azından bir təşəkkür elə, çox sağ ol deyə minnətdarlığını bildir. 30 il bir insanın ömrünün elə yarısıdır. Sən oradan oğul evləndirmirsən, qız köçürtmürsən. İnsanda bir ədalət hissi də yaxşı şeydir, ədalət olmalıdır. Bu necə ola bilər ki, yəni sən bir insanın evində 32 il qal, sonra da belə bir görüntü ilə valla ayıb. Bilirsiniz, bəzən, gəlin bu mövzunu biraz geniş danışaq, bu mövzunda elə çox istəyərdim ki, bizim YouTube kanalımızda ayrıca video kimi olsun. Məsələ nədir? Bəzi şeylər var ki, bəzi məsələlər var ki, bir hadisə bütün bir regionun adını biabr edir. Məsələn, bax, buradakı kimi, bu ailə Zəngilandandır, Zəngəzurdandır, bizim bölgədəndir, bizim cəmaatdır. Amma sən bu cür davranmaqla o bölgənin 1 milyona yaxın əhalisinin haqqında mənfi fikir formalaşdırırsan. Yəni, bir təşəkkür elədin, çox sağ ol, 32 il sənin evində qalmışam, daldalanmışam, sən kirayədə qalırsan, özdə bu qadın, ev sahibi olan qadın hazırda onkoloji xəstədir. Necə ola bilər ki, sən bir insanın evində, birin evində 10 gün bu dəqiqə gedib qonaq qala bilərsən, yox, 5 gündə qala bilməzsən. Şərtlər başqa cürdür. İnsan öz evi ola-ola kirayədə yaşayır. Qaçqın.comdan da açıqlama verilib ki, həmin o qadın, yəni Zəngilandan olan xanım, Zəngilanın Muşlan, Qıraq Muşlan kəndindəndir. Onlara orada ev veriləndə oradan çıxarılacaq. Bəlkə 10 il sonra veriləcək ev onlara. Çünki 5 il keçib artıq 10-15 min adam hələ indi məskunlaşdırılıb ora. Yəni, proses belə deyil. Çox da sürətli getmir. Yəni, bu qadına, yəni o Zəngilandan olan qadına bir ev verin, o cəmaatın evindən çıxsın da. O qədər bu yataqxanalarda boş evlər qalıb ki. Bir xeyli insan köçürülür, bax, onların evindən verin də. Bu 32 il o adam öz evindən niyə didərgin düşməlidir? İnanın ki, sizi əmin edirəm ki, o qadının faciəsi, həmin o, belə deyək də, o evindən didərgin düşmüş qadının, yəni öz evindən, Sumqayıtdakı evindən didərgin düşmüş qadının faciəsi heç də məcburi köçkünlərin faciəsindən, belə deyək, az deyil. Gözün görür, evin var, gəlirsən, səni o evin həndəvərinə buraxmırlar və belə bir formada da sənə qarşı davranış. Bir də bir məsələni deyim, ümumiyyətlə, bu bölgə məsələsinə gəlincə, sosial şəbəkələrdə bir də görürsən, hansısa bir biədəb işlə məşğul olan adam, nə bilim, filankəs Bakılı, filankəs Qarabağlı, filankəs Gəncəli. Sənin soyadın var da, sən onsuz da özün bilirsən ki, sən yaxşı işlə məşğul deyilsən. Sən niyə bir regionun adını batırırsan? Sən niyə bir regionun adına pis olacaq hərəkət edirsən? Soyadın var da, dədənin soyadı var, yaz orada. Tayfasının, nəslinin, şəcərəsinin imtina elədiyi adamlar durub yazır. Filankəs, nə bilim, Lənkəranlı, filankəs Qubadlılı, filankəs, nə bilim, filan yerdən. Qardaş, ehtiyac yoxdur, ay xanım. Bu ehtiyac yoxdur sənin haral olmaq. Yaz soyadını, nə bilim, filankəs olar, Bəşmənkəs olar. Çünki zaten sənin gördüyün iş bir iş deyil. Zaten sənin elədiyin əməl bir əməl deyil. Məcburdur ki, sən hansısa bir bölgənin adını batırasan. Axı, o bölgədə normal insanlar da var. Biz də cəmiyyət olaraq o cəmiyyət deyilik ki, deyək ki, yaxşısı da var, pis də var. Elə baxırıq, görürük filan kəs, elə həmin bölgəyə qarşı fikrimiz dəyişir. Yəni, indi bu xanıma görə də, bu Zəngilandan olan xanıma görə də bütün bölgə haqqında düşüncə formalaşır. Çünki bunu Real TV hazırlayıb bu materialı. Mən sosial şəbəkələrdə qarşıma çıxıb, altından yazılan şərhləri oxumuşam. Bir dənə adam normal bir şey yazmır. Normal bir söz deyən yoxdur. Ay bunları
qovun, ay bunlar torpaqlar alınıb rədd olsun getsinlər, ay belə olur filan olur. Çünki niyə? Bax, belə faktları görürlər, 1-in, 2-sin, 3-ün, 5-in və ümumi bir fikir formalaşır da. Nə vacibdir? Burada əslində dövlətin də eləməli olduğu nə var? Qaçqın.com niyə gözləyir ki, Zəngilanın həmin kəndi tikilsin sonra? Axı, Qobu Parkdan neçə ailə köçürülüb Qarabağa, Zəngəzura? Deyək 50 ailə. O 50 ailənin evinin birini verin, bunlar yaşasın da müvəqqət. Yəni, o Zəngilandan olan ailə yaşasın. Cəmaat da öz evinə qovuşsun da. Yəni, adamın ürəyi partlayar ki, sən ev alasan, özün kirayədə qalasan, sənin evində kimsə qalar.